Salam aleykum. Herkese. Bugün sizə qeyri-adi qayğanaq necə hazırlanır, onun ideal vəziyyətini göstərəcəyik. 2 dənə yumurtamızı götürürük əlimizə. Sındırırıq qabımıza, içərisinə. Pul biber, zövqə görə. Duz, biraz. Çoxu bilib bilmədən qayğanağı bişirir. Qayğanağa un vururuq ki, qeyri-adi dad versin. Bir qaşıq un, yenə bir qaşıq süt, qeyri-adi. Və bunları etdikdən sonra qəşəngcə çalxalayırıq. Quru yağımızı əlavə edirik tavamıza. Bəzi aşpazlarımız var, atların aşpaz qoyurlar. Yumurtanı əlavə etdikdən sonra qarışdırırlar. Qayğanağı qarışdırmaq olmaz. Bunun ideal vəziyyəti budur. Dedim, belə eləyin bunu. Qaşığımızı altından əlavə edirik, bilənsi çeviririk. Tam qızarmadan sonra bu elə bir resepti ki, gecə yatacaqsınız, yuxunuzda görəcəksiniz, səhər-səhər durub bunu hazırlayacaqsınız. İnşallah dadına baxaq görə necə bir şey hazır. Perfect mi?